Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullahi və barakatuh. Günlər keçir, ölkədə dinimizin əleyhinə cahilcə danışanların sayı azalmır, əksinə artır. Bu dəfəki əsərin baş qəhrəmanı isə siyasətçi İqbal Ağazadədir. Şəruri İsfəndiyarın biabırçı sözlərinə münasibət bildirərkən, o da öz içindəki cəhaləti gizlədə bilməyib. İndi isə onun dediklərinə bir qulaq verək. İmanımla mənim aramda nə şeyx var, nə molla var, nə axund var, nə imam var. Allahla mənim aramda kimsə yoxdur. Yəni, biraz savadsızdır deyə fikrini yaxşı ifadə etməyib. Amma yanaşmasında həqiqət payı az deyil. Cəmiyyət də çox təəssüf ki, onun üzərinə gedir. Ay, məscidləri bağlayıb, məktəb açacaq deyə az qala linç edirlər. O cür yanaşmaq doğru deyil. Baxın, bir 1000-ə qədər iş adamı, 10.000-ə qədər iş adamı var mı Azərbaycanda? Cəmləşib 500 məktəb açılmış olsaydı, nə olardı? Və orada hər birində 700 uşaq oxusaydı, nə olardı? 350 min uşaq oxuyardı. Hə, məscidləri açırıq. Cümə günü getdi, məsciddə ibadət etdi. Dəyişən nə? 5 manat oradan kimsə para qazanır. Bir ya iki adam o məktəbdən 700-800 uşaq təhsil alıb çıxır, nə qədər də müəllim çıxır ortalığa. Dediyinə görə Allahla arasında heç bir vasitə yox imiş. Subhanallah, deyəsən vəhy alır. Bunun başqa bir açıqlaması ola bilər. Çünki hər birimiz dinimizi müəyyən xocalardan, şeyxlərdən, alimlərdən, ən başda da Allahın Rəsulundan sallallahu aleyhi və səlləm öyrənirik. Bu şəxs isə təbirincə desək özündən Amerika kəşf edir. Allah bizə kitabında bilənlərdən soruşmağı, Rəsula tabe olmağı əmr etməyibmi? Olması gərəkən məhz bu deyil. Belə olduqda təşkilat üzvü olunur. Bu nətər bir cəfəngiyatdır. İsfəndiyarın dediklərində həqiqət var imiş. Məscidlərin olmağına bir hacət yox imiş. Bilmək olar sizə niyə məhz məscidlərin olmağı batır? Keçən videoda da dediyim kimi, niyə bu pozğun yuvalarının, qumarxanaların, klubların olmağı sizi narahat eləmir? Ancaq Allaha ibadət edilən məscidlər sizi bu qədər narahat edir. Bu qədər elm, məktəb fədaisisinizsə, bu murdarxanaları söküb yerinə bir məktəb tikin də. Amma ümid edirik o məktəblər sənin kimi oxumuş cahillər yetişdirməz. Vəziyyət həqiqətən çox tragikomikdir. Başqa sahələrdə elmi olmayan insanların çıxıb danışdığını çox görməzsiniz. Lap deyəlim belə bir şey oldu. Məsələn, həkim olmayan bir şəxs çıxıb tibblə bağlı danışsa, onu elə topa tutarlar ki, sənin savadın yoxdur, elmin yoxdur, çıxıb boş-boş danışırsan. Amma nə əcəbsə məsələ İslam olanda hamı olur əllamə. Sizcə niyə belədir? Çünki bu səmimiyyətsiz insanlar həvalarını ilah ediniblər. Onlara həqiqət maraqlı deyil. Onlar elmləri olmamağına rəğmən öz uydurduqları cəfəngiyatları dilə gətirməkdən heç vaxt çəkinməzlər. İslam təslimiyyət deməkdir. Bunlar isə Allaha yox, öz nəfslərinə təslim olublar. Çox üzr istəyirik, Şəruri İsfəndiyar bəyi haqsız yerə linç edibmişik. Cahilin biri durub bizim məbədlərimizi təhqir edəcək, biz müsəlmanları alçaldacaq, biz də afərin o olsan deyəcəyik. Gözlədiyiniz budursa, hələ çox gözləyəsiniz. Ay Allah, hələ də məktəb deyirik. Eşidən də elə zənn edəcək ki, ölkədə məscidlərin əlindən tərpənmək olmur, amma məktəb sayı o qədər azdır ki, məktəb tapa bilənə eşq olsun. Sizi məktəb tikməkdən saxlayan var, gedin tikin də. Nə istəyirsiniz bizim məscidlərimizdən? Nə qədər də münafiqsiz. İmandan dəm vurursan, amma soruşsan bəlkə heç o imanın şərtlərini saya bilməyəsən. Durub bizim cümə namazımıza dil uzadırsan. Allahdan heç mi qorxmursan? Düzdür, Rəbbimiz bizə elm öyrənməyi, oxumağı əmr edib. Amma sənin oxumuş halın budursa, oxumamış halınla ümumiyyətlə qarşılaşmaq istəmərəm. Allah bizə onun dinini oxuyub öyrənməyi və ona ibadət etməyi buyurub. Onun dini haqqında boş-boş atıb tutub ona ibadət edilən yerləri əbəs bir şeymiş kimi görməyi isə buyurmayıb hörmətli İqbal Ağazadə. Vəlhamdülillahi Rabbil aləmin.